Paytaxtın mərkəzində qəribə hadisə baş verib. Nəsimi rayonu ərazisində Azadlıq prospektinin Məmməd Araz küçəsi ilə kəsişməsinin yaxınlığında piyada qadın hərəkətdə olan BYD markalı avtomobilin üzərinə uzanıb. Nəqliyyatın intensiv hərəkət etdiyi vaxt piyadanın törətdiyi əməl narazılığa səbəb olub və sıxlıq yaranıb. Onun hansı səbəbdən maşının üzərində uzanaraq hərəkətə maneə törətdiyi məlum deyil. Qeyri-adekvat hərəkətlər edən qadın polis əməkdaşları tərəfindən müəyyən olunub. Araşdırmalarla məlum olub ki, 1981-ci il təvəllüdlü qadın psixi sağlamlığı ilə bağlı qeydiyyatdadır və ailə üzvlərinin nəzarətindən yayınaraq avtomobil yoluna çıxıb. Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülür. Bakıda səhər saatlarında hərəkətdə olan minik avtomobilində qəfil yanğın baş verib. Hadisə paytaxtın Heydər Əliyev prospektində qeydə alınıb.